Herkese salam, kanalıma hoş geldiniz. Bugün sizlere çok dadlı, lezzetli, tez hazırlayabileceğiniz qazan kotlet resepti paylaşacağım. Qazan kotleti hərə bir cür hazırlayır, mən isə bu reseptlə hazırlayıram. Buyurun başlayaq. Kotlet üçün bizə lazım olacaq 500 qram yağlı dana əti, 2 ədəd orta boy soğanı rəndədən keçirtmişəm, duz və zövqə görə sarı kök, qırmızı istiot, qara istiot, biraz da kəklik otu istifadə etdim. Kotletin üzərinə əlavə etmək üçün bizə lazım olacaq 4 ədəd orta boy kartof, 2 ədəd orta boy soğan, 1 ədəd qırmızı biber, 2 ədəd yaşıl biber, 2 ədəd pomidor. Sizlər istərsəniz kotletə fərqli ədviyyatlardan da istifadə edə bilərsiniz. Mən bu cür hazırlayıram. Ətin üzərinə soğanı, duzu və ədviyyatları əlavə edib əlimlə yaxşıca qarışdırıram. Kotletlərin hamısını hazırladım. İndi isə tavanı ocağın üzərinə qoyub biraz yağ əlavə edirəm. Hazırlamış olduğum kotletlərin hər iki üzünü biraz qızardıram. Tavanın qapağını qoymuram ki, kotletlər suyunu buraxmasın. On ayın sultanı Ramazan ayı gəldi. Allah oruç tutan hər kəsin orucunu qəbul etsin. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Hələlik.